Salam, bugün mən sizə coğrafiya test toplusu 1-ci hissə səhifə 31-də bir neçə məsələlərin izahını verəcəyəm. Məsələ 126-ya baxaq. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmən məsələlərin izahına baxa bilərsiniz. 42 dərəcə şimal enliyi və 32 dərəcə şərq uzunluğundan 180 dərəcəlik azimutla keçən video dərslərdə üfüqün cəhətləri mövzusunda qeyd etmişdim. Şimala doğru 0-cı azimutla, 0 dərəcə azimutla, 90 dərəcə şərqə doğru, cənuba doğru 180 dərəcəlik azimutla və 270 dərəcəlik azimutla qərbə doğru hərəkət etmiş oluruq. Və digər cəhətlər isə aralıq cəhətlərdir. Burada qeyd olunur. Və əgər 180 dərəcəlik azimut deyirsə, biz cənuba doğru hərəkət etmiş oluruq. 42 dərəcə şimal enliyi və 32 dərəcə cənub enliyindən cənuba doğru. 2775 kilometr cənuba doğru hərəkət edirik və meridian qövsü üzrə hərəkət ediriksə, biz 1 dərəcəlik qövsün uzunluğu bilirik ki, 111 kilometrdir. 2775 kilometr x, buradan x-i tapırıq 25 dərəcə. Yəni 25 dərəcə biz cənuba doğru hərəkət edirik. Çatdığımız məntəqə 17 dərəcə şimal enliyi. Yəni meridian xətti üzrə biz hərəkət edirik. Cənuba doğru hərəkət edirik. Məsələnin şərtində isə qeyd edir ki, və hərəkət edən səyahətçinin çatdığı məntəqə ilə şimal tropiki arasında qalan ən qısa məsafəni hesablayın. Şimal tropiki, biz keçən video dərslərdə də qeyd etmişdik ki, şimal tropiki 23,5 dərəcə şimal enliyindən keçir. Şimal tropiki, biz bilirik ki, şimal qütb dairəsi 66,5 dərəcə şimal enliyindən, şimal tropiki 23,5 dərəcə şimal enliyindən və cənub tropiki 23,5 dərəcə cənub enliyi və cənub qütb dairəsi 66,5 dərəcə cənub enliyindən keçir. Bunları biz qeyd etmişdik. Üfüqün cəhətlərinə görə, daha doğrusu günəşin zenitdə olduğu vaxtlar, yəni 21 mart, 23 sentyabr tarixində günəş ekvatorda zenitdə olur, 90 dərəcəlik bucaq altında düşür. 23,5 dərəcə şimal enliyində, yəni 22 iyun tarixində günəş zenitdə olur. 23,5 dərəcə şimal enliyində və 90 dərəcəlik bucaq altında düşür həmən enliyə. Günəş şüaları 23,5 dərəcə cənub enliyində, yəni 22 dekabr tarixində günəş həmən enlikdə zenitdə olur, yəni 23,5 dərəcə cənub enliyində zenitdə olur və oğlaq demək tropiki və qeyd olunur ki, günəş 22 iyun tarixində, 22 dekabr tarixində və yaxud da 21 mart, 23 sentyabr tarixində 90 dərəcəlik bucaq altında düşür. Və qeyd edək şimal tropiki. Şimal tropiki ilə həmən məntəqə arasında, yəni 23,5 dərəcə şimal enliyi ilə 17 dərəcə şimal enliyi arasında dərəcə fərqi 6,5 dərəcədir. Meridian xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 6,5 dərəcə x, buradan tapırıq 721,5 kilometr. Yəni aralarındakı məsafə 721,5 kilometr olar. Baxın bu məsafə. Və bizə qeyd edir ki, həmin məntəqənin Qvineya körfəzindən hansı istiqamətdə yerləşdiyini müəyyən edək. Biz bilirik ki, Qvineya körfəzi başlanğıc meridianı ilə ekvator xəttinin kəsişmə nöqtəsində yerləşir. Baxın, bu ərazidə yerləşir Qvineya körfəzi. Və ona görə də həmən ərazi yerləşir, məntəqə yerləşir 17 dərəcə şimal enliyi, 32 dərəcə şərq uzunluğunun kəsişmə nöqtəsində. Qvineya körfəzi baxın bu ərazidə yerləşir və həmin məntəqəni qeyd edir. Həmin məntəqənin Qvineya körfəzindən şimal-şərq istiqamətində yerləşər.
Məsələ 127-yə baxaq. Coğrafi koordinatları 62 dərəcə cənub enliyi və 62 dərəcə qərb uzunluğu olan məntəqədən 62 dərəcə cənub enliyi və 62 dərəcə qərb uzunluğu olan məntəqədən yerin mərkəzindən keçməklə xəyali ox keçirilərsə, onun digər ucu hansı coğrafi koordinatlara malik məntəqədə səthə çıxar? Burada qeyd etmişəm, 180 dərəcəlik azimutdan keçir, daha doğrusu meridian xəttindən keçir və 62 dərəcə şimal enliyi, cənub enliyi və 62 dərəcə qərb uzunluğunda yerləşən məntəqənin xəyali oxu əks istiqamətdə 118 dərəcə şərq uzunluğu və 62 dərəcə şimal enliyi olar. 128 nömrəli məsələdə isə coğrafi koordinatlar 73 dərəcə şimal enliyi və 73 dərəcə qərb uzunluğu. 73 dərəcə şimal enliyi, 73 dərəcə qərb uzunluğunda yerləşən məntəqənin digər xəyali oxu, yəni yerin mərkəzindən keçməklə xəyali ox keçirilərsə, 73 dərəcə cənub enliyi ilə 107 dərəcə şərq uzunluğunun kəsişmə nöqtəsinə uyğun gəlir. Burada qeyd etmişəm. Məsələ 129-a baxaq. Təyyarə Bakı ilə eyni enlikdə yerləşən və onunla 180 dərəcə coğrafi uzunluq fərqinə malik olan məntəqədən yola çıxdı və demək Bakı ilə eyni enlikdə yerləşir. Deməli biz qütblərdən keçməliyik. Çünki 180 dərəcəlik deyirsə, artıq biz digər yarımkürəyə keçmiş oluruq. Digər yarımkürəsi Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda, yəni şərq yarımkürəsində yerləşir. Digər məntəqə artıq qərb yarımkürəsində yerləşir və eyni coğrafi uzunluğa malikdir. Çünki aralarında uzunluq fərqi 180 dərəcədir. Təyyarə Bakı ilə eyni enlikdə yerləşən və onunla 180 dərəcəlik coğrafi uzunluq fərqinə malik olan məntəqədən yola çıxdı. Əvvəlcə 0, yəni şimala doğru, sonra isə 180 dərəcəlik azimutla eyni meridian çevrəsi üzrə cəmi 11.100 kilometr məsafə qət etdi. Təyyarənin çatdığı məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Biz qeyd edək ki, Bakı şərq yarımkürəsində yerləşir, 40 dərəcə şimal enliyi və 50 dərəcə şərq uzunluğunda yerləşir. Biz uzunluq xətti üzrə hərəkət ediriksə, şimal coğrafi qütbünə çatırıq və qərb yarımkürəsinə keçirik. Yenidən, çünki digər məntəqə 40 dərəcə şimal enliyində yerləşirsə, o da şimal qütbü ilə 40 dərəcə şimal enliyi arasında 50 dərəcə fərqi 50 dərəcədir. Şərq yarımkürəsində 50 dərəcə, qərb yarımkürəsində 50 dərəcə, toplamda 100 dərəcə hərəkət etmiş olur. Və meridian xətti üzrə hərəkət ediriksə və qeyd edir ki, çevrəsi üzrə tam 11.100 kilometr məsafə qət edib. 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 11.100 kilometr x. Buradan tapırıq 100 dərəcəni. Yəni 100 dərəcə biz meridian xətti üzrə hərəkət etmiş oluruq. Və coğrafi koordinatları olar 40 dərəcə şimal enliyi və 50 dərəcə şərq uzunluğu. Və həmən məntəqə əgər 40 dərəcə şimal enliyi, 50 dərəcə qərb uzunluğunda yerləşirsə, daha doğrusu 130 dərəcə qərb uzunluğunda yerləşirsə, həmən məntəqədən yola çıxaraq 50 dərəcə hərəkət ediriksə, fikir versək, meridian xətti üzrə hərəkət ediriksə, biz çatmış oluruq 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğuna çatmış oluruq. Yəni Bakının koordinatlarıdır bu. Bakıya çatmış oluruq. Məsələ 153-ə baxaq. İki şəhər arasındakı məsafə 1-in 50 milyona nisbətli miqyaslı qlobusda 7,5 cm olarsa,
Bu məsafənin yer üzərində neçə kilometr olduğunu müəyyən edin. Orta miqyaslı qlobus da birin demək 50 milyona nisbəti, böyük miqyaslı qlobusda birin 30 milyona nisbəti, kiçik miqyaslı qlobusda isə birin 83 milyona demək nisbəti. Demək biz qeyd edək, miqyasımız 500 kilometr, məxrəcdəki rəqəmi 100 minə bölürük. Əgər ədədi adlı miqyası izahlı miqyasa çevirmək istəyiriksə, məxrəcdəki rəqəmi 100 minə bölürük. Və 500 kilometr, 1 santimetrdə 500 kilometr, xəritədəki məsafə 7,5 santimetr, həqiqi məsafə bərabərdir miqyas vurulsun xəritədəki məsafə. Buradan tapırıq 3750 kilometri tapmış oluruq. Məsələ 154-ə baxaq. A və D məntəqələri arasında məsafəni A, B, C, D xətti üzrə kilometrlə müəyyən edin. 1 dərəcəlik meridian və ekvator qövsünün uzunluğu 111 kilometrdir. Biz dərəcə toruna fikir versək, A, B məntəqəsi arasında dərəcə fərqi, fikir versək, A məntəqəsi 40 dərəcəlik paraleldə yerləşir, B məntəqəsi ekvator çevrəsi üzərində yerləşir və aralarında dərəcə fərqi 40 dərəcədir. Meridian xətti üzrə hərəkət edirik. Və ekvator boyunca hərəkət ediriksə, B və C məntəqələri arasında dərəcə fərqi, burada fikir versək, B məntəqəsi 20 dərəcəlik meridian xətti üzərində yerləşir, C məntəqəsi 60 dərəcəlik meridian xətti üzərində yerləşir. Və B-C məntəqəsi arasında dərəcə fərqi 80 dərəcədir. D və C məntəqəsi. D və C məntəqəsi isə demək D məntəqəsi 20 dərəcəlik paraleldə yerləşir, C məntəqəsi 0-cı paraleldə yerləşir. Deməli, dərəcə fərqi 20 dərəcədir. Və biz meridian xətti üzrə hərəkət edirik. Yəni, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdir. 40 dərəcə x, buradan tapırıq 4440 kilometr. AB xətti üzrə məsafə bu qədərdir. BC xətti üzrə məsafə, burada hesablamalar BC xətti üzrə 80 dərəcə, 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 80 dərəcə x. Çünki BC, yəni ekvator boyu hərəkət ediriksə, yenə də 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 80 dərəcə x, 8880 kilometrdir. DC xətti üzrə 20 dərəcə hərəkət ediriksə, meridian xətti üzrə hərəkət ediriksə, yenə də 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 20 dərəcə x, buradan tapırıq 2220 kilometr. Və bunların üçünü də toplayırıq, məsafələri toplayırıq və aldığımız rəqəm 15540 kilometr edər. Yəni, A-D məntəqələri arasındakı məsafə. Məsələ 155-ə baxaq. O da eyni tipli məsələdir. A və D məntəqələri arasındakı məsafəni A, B, C, D xətti üzrə kilometr ilə müəyyən edin. 1 dərəcəlik meridian və ekvator qövsü 111 kilometrdir. Və yenə də AB dərəcələr üzrə baxaq. A məntəqəsi 40 dərəcəlik paraleldə yerləşir, B məntəqəsi 0-cı paraleldə yerləşir və aralarındakı dərəcə fərqi 40 dərəcədir. B və C məntəqələri, B məntəqəsi 0-cı paraleldə, C məntəqəsi, daha doğrusu 0-cı meridianda, C məntəqəsi 60 dərəcəlik meridianda yerləşir. Onlar arasında dərəcə fərqi 60 dərəcədir. C və D məntəqələri, C məntəqəsi 60-cı meridian xətti üzrə yerləşir. Ekvator, daha doğrusu 0-cı demək, ekvator xətti üzrə yerləşir, paraleldə yerləşir. D məntəqəsi isə 40 dərəcəlik paraleldə yerləşir və dərəcə fərqi aralarında 40 dərəcə edər. Yenə də biz hesablamalar aparırıq. AB məntəqəsi, yəni hər birində 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdir. Burada 4440 kilometr, BC
xətt üzrə 4400, daha doğrusu 6660 kilometr. DC xətt üzrə məsafə 4440 kilometr. Bunları toplayırıq, üçünü də toplayırıq. Aldığımız rəqəm 15540 kilometr edər. Yenə də A və D məntəqələri arasındakı məsafə 15540 kilometr edər. Məsələ 156-ya baxaq. Miqyası 1-in 50 milyona nisbəti olan qlobusda 40 dərəcə şimal enliyi ilə şimal qütbü arasındakı ən qısa məsafəni santimetrlə müəyyən edin. Yenə də demək qeyd edir, miqyası çevirək, ədədi miqyası izahalı miqyasa çeviririk. 1 santimetrdə 500 kilometr və 40 dərəcə şimal enliyi ilə şimal qütbü arasında 50 dərəcə fərqi 50 dərəcədir və meridian xətt üzrə hərəkət ediriksə 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 50 dərəcə x və 5550 kilometr edər. Yəni Bakı ilə 40 dərəcə şimal enliyi ilə şimal qütbü arasındakı məsafə 5550 kilometr edər. Yəni həqiqi məsafəmiz bu qədərdir. Xəritədəki məsafəni tapmaq istəyiriksə, həqiqi məsafəni miqyasa bölürük. 5550-ni 500-ə böləndə 11,1 santimetr edər. Məsələ 157-də baxaq. Demək ki, iki şəhər arasındakı məsafənin böyük miqyaslı qlobusda 7,5 santimetr olduğunu nəzərə alaraq, həmin demək ki, məsafənin yer üzərində neçə kilometr olduğunu müəyyən edin və qeyd edir böyük miqyaslı qlobusda. Yenə də böyük miqyaslı qlobus deyirsə, biz demək 1-in 30 milyon nisbəti miqyası, yəni miqyas 300 kilometr, 1 santimetrdə 300 kilometr, xəritədəki məsafə 7,5 santimetr, həqiqi məsafəni tapmaq istəyiriksə 300-ü, yəni miqyası xəritədəki məsafəyə vururuq. Tapdığımız rəqəm 2250 kilometr edər. Və iki şəhər arasındakı məsafə 2250 kilometr edər. Məsələ 158-ə baxaq. Ekvator üzərində 5 dərəcə fərq olan məntəqələr arasındakı məsafə xəritədə 22,2 santimetrdir. Əgər ekvator xətti deyirsə, həmişə fikir vermək lazımdır. 1 dərəcəlik qövsün uzunluğu 111 kilometr, 5 dərəcə x, buradan tapırıq məsafəni, yəni həqiqi məsafə olur 555 kilometr. Xəritədəki məsafə 22,2 santimetr. Buradan miqyası tapırıq. Miqyas bərabərdir. Həqiqi məsafəni xəritədəki məsafəyə bölürük. Miqyas bərabərdir. Rəqəmləri yerinə qoyub tapırıq 25 kilometr. Yəni 1 santimetrdə 25 kilometr. Sonra qeyd edir ki, ərazisi demək ki 1562,5 kvadrat kilometr olan meşənin həmin xəritədəki sahəsini kvadrat santimetrlə müəyyən edin. Həqiqi sahəsi bu qədərdir. Xəritədəki sahəni tapmaq istəyiriksə, həqiqi sahəni miqyasın kvadratına bölürük. Burada rəqəmləri yerinə qoyuruq. Yəni miqyasımız qeyd etdik ki 25 kilometrdir miqyas və miqyasın kvadratı 25-in kvadratı 625. Demək ki 1562,5-i bölürük 625-ə tapırıq 2,5 kvadrat santimetr. Yəni xəritədəki sahəni tapmış oluruq. Məsələ 159-a baxaq. Coğrafi koordinatları 40 dərəcə şimal enliyi və 130 dərəcə qərb uzunluğu olan A məntəqəsi ilə Bakı şəhəri arasındakı ən qısa məsafəni kvadrat kilometrlə daha doğrusu müəyyən edin. Bayaqki məsələ kimidir, yəni eyni. Digər məntəqə, yəni A məntəqəsi 130 dərəcə qərb uzunluğunda yerləşir, 40 dərəcəlik paraleldə yerləşir. Bayaqki kimi yenə də Bakı şəhəri də yerləşir 50 dərəcə şərq uzunluğunda. Aralarında dərəcə fərqi 180 dərəcə edər. Ona görə də biz baxın coğrafi qütbdən, şimal coğrafi qütbündən hərəkət edərək demək ki, məsələnin həllini tapmış oluruq. Və qeyd edir ki, Bakı şəhəri arasındakı ən qısa məsafə.
Demək 40 dərəcəlik paralellə şimal qütbü arasındakı dərəcə fərqi 50 dərəcədir. Çünki meridian xətt üzrə hərəkət edirik. Digər məntəqə ilə yəni o da 40 dərəcəlik paraleldə yerləşir. Şimal qütbü arasında məsafə 50 dərəcədir. Ona görə də biz demək ümumi dərəcəmiz 100 dərəcəni tapmış oluruq. Digər məntəqə ilə Bakı arasında dərəcə fərqi meridian xətt üzrə hərəkət ediriksə, şimal coğrafi qütbündən keçiriksə, demək 100 dərəcə hərəkət etmiş oluruq. 1 dərəcəlik qövsün uzunluğu 111 km, 100 dərəcə x və aralarındakı məsafə 11100 km edər. Həmişə elə bir iki məntəqə arasındakı dərəcə fərqinə fikir vermək lazımdır. Əgər dərəcə fərqi 180 dərəcə edirsə, deməli biz şimal coğrafi qütbündən keçmiş oluruq. Ən qısa məsafəni oradan tapırıq. Məsələ 160-a baxaq. 1 bölünsün 500 min miqyaslı xəritədə meşənin sahəsi 6 kvadrat santimetrdir. Onun 25% quruyarsa, neçə kvadrat kilometr meşə sahəsi qalar? Miqyasımız fikir versək 1 santimetrdə 5 kilometr edər. Burada qeyd edirik 5 kilometr. Xəritədəki sahə 6 kvadrat santimetr. Həqiqi sahəni tapmaq istəyiriksə, miqyasın kvadratını xəritədəki sahəyə vururuq. Buradan rəqəmləri yerinə qoyub yazırıq. Demək, həqiqi sahə bərabərdir. Miqyasın kvadratı 25, yəni 5-in kvadratı 25 vurulsun 6-ya. Buradan tapırıq həqiqi sahə oldu 150 kvadrat kilometr. Sonra qeyd edir ki, əgər onun 25% quruyarsa, əgər 150 kvadrat kilometr 100%dirsə, 25%-ni tapırıq 37,5 kilometr tapmış oluruq. 150-dən 37,5-ə çıxıb tapırıq 112,5 kvadrat kilometrdir. Demək ki, neçə kvadrat kilometr meşə sahəsi qalar? Yəni 112,5 kvadrat kilometr meşə sahəsi qalar. Məsələ 161-ə baxaq. 180 dərəcəlik meridian üzərində olan A məntəqəsi 37 dərəcə cənub enliyində, B məntəqəsi 43 dərəcə şimal enliyində yerləşir. Meridian xətti üzrə, yəni hərəkət edirik. 43 dərəcə şimal enliyi ilə 37 dərəcə cənub enliyi arasında dərəcə fərqi toplayırıq 80 dərəcədir. 80 dərəcəlik meridian xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 km, 80 dərəcə x tapırıq 8880 km. Yəni həqiqi məsafəmiz bu qədərdir. Və qeyd edir ki, baş miqyası 1 santimetrdə 200 km olan xəritədə bu məntəqələr arasındakı məsafə 45 santimetr olarsa, təhrifi kilometrlə müəyyən edin. 1 dərəcəlik meridian qövsü 111 km-dir. Yenə də, baxın, miqyasımız 200 km-dir. Xəritədəki məsafə 45 cm-dir. Tapırıq həqiqi məsafəni. Həqiqi məsafə tapırıq 9000 km. 9000 km-dən çıxırıq 8880 km, təhrifi tapmış oluruq. Təhrifimiz olur 120 km. Məsələ 162-yə baxaq. Sonuncu məsələ. Sxemdə verilən əkinə yararlı torpaq sahəsi 1,6 kvadrat kilometr genişlənərsə və ərazi neçə faiz artar? Əkin sahəsi 10 kvadrat santimetr, miqyas 1-in 80 minə nisbəti və yenə də demək, xəritədəki sahə 10 kvadrat santimetr, miqyas 0,8 kilometr. Həqiqi sahəni tapmaq istəyiriksə, miqyası xəritədəki sahəyə, yəni miqyasın kvadratını xəritədəki sahəyə vururuq. Burada düsturu qeyd etmişəm. 6,4 kvadrat kilometr. 6,4 kvadrat kilometr 100%dirsə, 1,6 kvadrat kilometr x. Buradan tapırıq 25%. Deməli, əgər demək, əkinə yararlı torpaq sahəsi 1,6 kvadrat kilometr genişlənərsə, ərazisi 25% artar.